Bugün biz din birinci hissə test toplusundan yeni test nümunəsini izah edəcəyik. Demək, qədim Çində söhbət Sin sülaləsinin hakimiyyətdə olduğu əsrdən gedir və biz bilməliyik ki, Sin sülaləsi nə vaxt hakimiyyətdə olub. Sin sülaləsinin hakimiyyəti dövrü eradan əvvəl 221-ci ildə başladı. Eradan əvvəl 206-cı ildə isə başa çatdı. Yəni ki, bu neçənci əsrə əhatə edir? Eradan əvvəl 3-cü əsr. Və ili əsrə çevirməyin sizə bir qaydasını da qeyd edim ki, ümumiyyətlə 3 rəqəmli ədədlərdə ili əsrə çevirmək üçün ilk rəqəmin üzərində 1 gəlməyiniz kifayətdir ki, əsri tapasınız. Ancaq ki, burada bir hal istisnadır ki, əgər 3 rəqəmli ədədlərdə sonu sıfırlarla bitirsə, elə ilk rəqəmi əsrin özü hesab olunur. Demək, biz təbii ki, neçənci əsrə aid olan tapmalıyıq. Eradan əvvəl 3-cü əsrdə baş vermiş hadisə tapmalıyıq. Keçək variantlarımıza. Demək, 1. Böyük Hun dövlətinə aid olan, ikincisi isə qədim Hindistana aid olan A variantı. Teoman Tanhu tərəfindən idarə edilirdi. Teoman Tanhu hakimiyyət illərinə zamandır. Eradan əvvəl 220-ci il, eradan əvvəl 209-cu ildə hakimiyyətdən gedişidir. Biz baxırıq ki, bu zaman intervalında təbii ki, varmı? Bəli. Çünki eradan əvvəl 221-ci ildən sonra biz eradan əvvəl 220-ci ili qeyd edə bilərik və gedişi də təbii ki, eradan əvvəl 209-cu ildədir. Bunda hakimiyyətin başa çatması Sin sülaləsinin eradan əvvəl 206-cı ildir. Demək, A variantı doğru cavabdır. Və testləri tapmağın bir yolu da var ki, 1-ə A variantı doğrudur. Düzdürmü? 1-ə A. Baxaq görək 1-ə harada A variantı yoxdur. C variantını çıxırıq, D variantını çıxırıq. Yerdə qalır bizim A variantımız, B variantımız və E variantımız. B variantına baxaq. Çinin şimal ərazilərinin işğal edilməsi. Çinin şimal əraziləri işğal edilmişdi eradan əvvəl 200-cü ildə. Neçənci ildə işğal edilmişdi? Eradan əvvəl 200-cü ildə. 200-cü il, bayaq qeyd etdiyim qayda, sonu 2 sıfırla bitən elə ilk rəqəminin özü əsrdir. Neçənci əsrdir? Eradan əvvəl 2-ci əsr, düzdürmü? Bu sülalə hakimiyyətdə nə vaxt olub? Eradan əvvəl 3-cü əsr. Demək, biz eradan əvvəl 3-cü əsrə aid olan hadisəni tapırıq. O nöqteyi nəzərdən 2-ci əsr yanlışdır. 1-ə B variantı yanlışdır. Avtomatik A variantı da buradan çıxır. Yerdə qalır bizim E və B variantlarımız. C variantına baxırıq. Ötükən şəhəri paytaxt idi. Bəli, Böyük Hun dövləti yaranan zaman, yəni eradan əvvəl 220-ci ildə Ötükən şəhəri paytaxt olmuşdu. 1-ə A, C variantı. Hindistana baxaq. Hindistanın eradan əvvəl 3-cü əsrə aid olan hadisəni götürməliyik. A variantı. Makedoniyalıların hücumuna məruz qalması. Hindistan Makedoniyalıların hücumuna məruz qalmışdı eradan əvvəl 327-ci il. İndi biz bunu necə əsrə çevirək? Biz qeyd edirik ki, hadisə 3 rəqəmlidir və 3 rəqəmlərdə ilk rəqəmin üzərinə 1 gəlirik. Bu da eləyir eradan əvvəl 4-cü əsr. Bizdən isə sualın şərti eradan əvvəl 3-cü əsri soruşur. O nöqteyi nəzərdən 2-yə A variantı ola bilməz. Demək, 2-yə A variantı çıxır. B variantına baxırıq. Ərazisində Ari tayfaların məskunlaşmağa başlaması. Ari tayfalarının məskunlaşmağa başlaması Hindistanda eradan əvvəl 2-ci minillikdir. Bəs necə bilək ki, bu uyğundur? Eradan əvvəl 3-cü əsr isə nə vaxta uyğun gəlir? Eradan əvvəl 1-ci minilliyə. Necə? Bu əsri minilliyə çevirməyin də ən optimal, ən sadə variantını sizə qeyd edeyim ki, yadda bu cümləni yadda saxlayın ki, ümumiyyətlə, hər 10 əsr 1 minillik deməkdir. Yəni ki, bunun sətraltı gizli məqamı 1-ci əsrdən 10-cu əsrdə daxil olmaqla bu 1-ci minillikdir. 11-dən 20-ci əsr bax belə davam edə bilərsiniz.
Demək ki, eradan əvvəl 3-cü əsr, eradan əvvəl 1-ci minliyi əhatə edir. B variantı isə eradan əvvəl 2-ci minlikdir. B variantı da yanlışdır. Bizim təbii ki, burada 1-ə AC tapmışıq. 2-yə B variantı ola bilməz. B variantının üzərindən xətt çəkirik. Doğru cavabımız E variantıdır. Cavabın doğruluğu üçün C variantına baxırıq. Mauriya sülaləsi ölkə ərazisini vahid dövlətdə birləşdirmişdir. Bəli, bu hadisə də eradan əvvəl 3-cü əsrin ikinci yarısını əhatə edir. Padşah Aşokanın dövründə. Sual verilsə ki, bəs Mauriya sülaləsinin özünün hakimiyyətə gəlişi və gedişi nə vaxtdır? Hakimiyyətə gəlməsi eradan əvvəl 317-ci ildir. Hakimiyyətdən getməsi eradan əvvəl 180-ci ildir. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə.